Bax elə bu səbir nədir? Məni çox düşündürən bir Səbir sözünün ərəbcə mənası dirənişdir. Oturup gözləmək deyil. Gəldiyim qənaət odur. Dirənişdir. Sevinç xanım, işlərin düzü mü getmir? Dirən. Bugün işin alınmadı mı? Dirən. Pes etme. Çalış. Ruhdan düşme. 5 dəfə yıxıldın, 6 dəfə dur. Səracəddin müəllim, bax dediniz ki, bizə elə öyrətməyiblər də, bizə yanlış öyrədiblər. Bəli. Bu reformaya ihtiyac var mı ümumiyyətlə? Orasını qutarım gələcəm bu Buyurun, bak, buyurun. Sonra ne var? Bakın, Reforma. eğilme var. Deyir Allah'ın karşısında eğil. Bakın secde var. Secde başımızı yere koyuruq namazda. Secde Allah'a teslimiyetin zirvesidir. Allah buyurur ki vescud vekterib. Secde et, teslim ol, yakınlaş deyir. Kime? Allah'a. Allah'a teslim olan Allah'a yakınlaşar. Burada yakınlık manevi yakınlıktır.